5-ci meydan olur. Aşıq sənətində. Mən belə baxıram, olmayacaq. Yəni, nə qədər əlləşirlər, onlar bir-birinə qalıb gələ bilmir. Aşıq sənəti də elə belə olub, belə olmalıdır. İndi də o belə aşıq seyrusun da, elə bilirəm. Bəli, bəli. İndi alacaqsan, ustaddan nə mənə xəbər alırsın? Ustad, Bak ki, dərinlərindən soruş. qulaq as bir. Hardan soruşsun? Qulaq as, sözümə bir qulaq Mənim as. sözlərim yüngülüdür, dayazıdır. Olsun narahat durma. Narahat Səni olma. ayrı yerə çəkəcəyəm. İndi gedirəm şeysə. Belə hara çəksin çək. Həzrət Əliyov, ne yürüsün? Əlindən gələni 17 boş qaba. Sən bana dayadın, 7 boş. Sən 17'sine çək. İndi gedirəm sənsə. Bəli. 17 boş qaba çək. Bəli. Bir boş qabdan səndən xəbər alıram, Həzrət Şeysidən gəlirəm. Oradan gəl. Bir-birsin babaların soruşa gətirəcəyəm Xatəmin əmməyə. Gəlirsən, gəl. Bəs qulaq as. Soruşum, sözlərimə cavab ver. Elə mi sənin halın biraz dəyişildi? Sən buzur qutulmayacaqsan meydanda. O güzel. Sana bayağı Səndən xəbər alım, Aşıq Yadullah. Söylə mənə Nuhun atası kimdir? Həzrət Adəmdən cəhdi kim olub, atasından böyük babası kimdir? demək yani çok ispat eder. Olsun, yox, onları soruşacaq. Usta sen dedi ha. O ki, sənətdə bu cür işlər çox olar. Hərənin öz qudrətinə mənədir, tərəfi o cür qudrətə çəkər. Ben söz soruşuram. Deyiblər bir şey değil. Onun nəzəriyyəsi odur, cavab verir. Mesela bunu gedib tapıb gəldirəcəm də mən bunu sorsam aşıyadıma bağlayacağım. Ondan dərinlərinə. İstəyirəm görə hələ bunlar azlar, bunlardan xəbərim var. Orada bir şeydir Allah. Bir gəlsin. Sen niye dedeni öyle tanımısan? Deyil gəlsin. Tabi o tanımısan. Olsun, Peygamber'i tanımısan. 500 min dana fəlsəfə səndən xəbər alır. Məsələ deyil. Yaban bazara rast gəlmirsən, Ha belə. özü də adın qulağına dəyib qulaq as Adın mənim elə dünyada amın. qulağına dəyib ölçsən, biçisən. Sənə bir aşıqlıq nişan verəcəyimi, tarix nişan verəcəyim. Onu mən sənə nişan verəcəm. Ver görüm, cavab ver görüm bunlara. Alan da. Allah
Babasına derdin almadı, derdin almadı. Kardeşine hay babası. Az cevabım deyim, ay aşık Siruz. Lameş olup bil ki Nuh'un atası Hazreti Şeysidir cəhdi Adəmdən matuşleh olubdu böyük babası. Günün nənəsindən, dayısından, qardaşından Hamısı xəbər alacaq. Varındı soruş. Dünyanın xilqətindən qabağa gidəcəm. Görürəm itilan vardı, yaxşıdır. Dünyanın xilqətindən qabağa geçsəm, Adəmdən gəl qabağa Geçəcəm qabağa. Bu Şəriət bağındakı bir nəfər vəzir olmuşdu, onları səndən xəbər. Məsələ deyil. Qulaq as sözün ikincinə. Heç əsabı uzatmayacaqsan. Soruşuram. Mənə bir bax. Bax bir. Sənin gəl aşıqlığı tərcih edirəm. Çünki səndən aşıq. İnşallah o cür olar. İnşallah sən aşıqlıqmışam verərsən. Səndən aşıq çıxmaz. Bağları bağır. İndi sənə sabit edərək görərsən. Aşıq sənsən ya mən. Görərsən. Neçə oğlu vardı, neçə arvadı. Hangi oğlunun yoxdu cahanda adı, kim edərdi daim ona imdadı? Söylə mənə əziz anası kimdir? Mənim başım üstə yaxçıya dua düşdü ki, nənəsində sorur. Onlar hamısı olmalıdırlar. Mən bir söz demirəm, çalan deyim da, biliyəm ya yox da. Sən üçün özünü çox yekə tutursan, yekə başa tutsan, özün də deysən, məndən çox biləni yoxdur. İndi görək burada Verin xəstə qalsın burada astana satanda bu aşıq sənəti böyük sənət olub. Orada Ləzgi Əhmədə dedi ki, balam mən bir dana çörəyi bütün yemişəm. Bu dedi, mən də oradan keçirdim, o çörəkdən mən də yemişəm. Dedi, valla sən yarımçılıq yemişsən, mən bütün yemişəm. İndi mən bilmirəm ki, siz bütün hangisi yemişsiniz, yarımçılıq hangisi yemişsiniz. Bu mənim. Olsa da o sansı yola qoydu yerə. Bu deyir, bütün mən yemişəm, parasın sən. Mən də deyirəm ki, bütün mən yemişəm, parasın sən. Allah bilir, dərdin alır, cavabını verir, yubatmır. Bu cavabını anlatarak olmuyor. İki kəlmə danışanda, bana balat deyəndə, bu belə ehsas edib, mən sözü bilmirəm. Tez yanı sağlalamaq, deyil tez olur, yubatma sözü olur. Yox, hələ sözü olur. Dörd oğlu var yarını, iki ay arvadı. Kenan oğlu yok daha dayadı yalan.
Aziz anası. Aşık Seyir 4 oğlu vardı, 2 arvadı. Kenan oğlunun yok cahanda adı, Cebrail ederdi ona imdadı. Kıymış oğlunun aziz adı. Əllərini almasın. Gözəl deyirsən. Nənəsini də soruşdun dedim. Soruşacağım. Dədəsini də dedim, oğlanlarını da dedim, arvadlarını da dedim. Daha nəyin qaldı? Gələcəyəm. Hələ bunlar bizə Gəl. İstəyirəm görəm o cığırda da itilatın var ya yox. Tavakçılar daha da veriyorum Qasımla oğlan. bir göyçəkülü ilə. Onlar cevap verirler. Olmaz. Göyçəkülü ilə ya. Yedidəmlərin də sağ olun. İnşallah cavab verərsən. Söyle usudası kimdi? Sevlemi balalay lay 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 lay. Neçə təxt də gəşlisinə vurubdu. Neçə il də o gəşdini hörübdü. Neçə mərtəbəyə onu qurubdu. Sirus deyir, söylə ustası kimdi? Böyle bu sözlerde olduğu bir sözlerin taydı. Olsun, cavab ver gəlsin. Alan deyim de, niye bak korkusan? Mənim qorxum yoxdur. Ha, nedir oldu diyorsan bu şərurdan geçti, ne kadar 40 kəlmə oxumuruq ki, 3 kəlmədir da. Bəli. Geçti Göyçək Gülüyə. Bilirsən, hər havanın bir cığırı vardır, yolu Her vardır. havanın bir cığırı var. Eşidənlərimiz bizə deyirlər ki, şad havalardan oxuyur. Sənə görə deyil bu. Mən bilirəm ki, sən bağların hamısını bilirsən. O dürüsttür, ayrı havanı okuyanda da bundan oku da. Her havanın özünün de bir başı. Bizdən ki, istəyirlər, bunu bəhanə eləyib, burada ayrı söz verir. Sən söyürsən, gid ayrısıyla oku. Hey, her havanın özünün bir ayağı var, bir başı var. Yaxşı, Təbii Yok. Burada bu havanın başında okumalı. yaxşı, oxu, nə oyunu var? Elə havayla gel. Ah,
vurubunu 124 bin taxta vurubunu 40 il çəkmaya o kəşdi Duluqdular labalama dərdi alır O sudadır Kuş martabaya içerisini yoy varıp Oy Cebrail o sudadır labalama Yadullah'ım Cebrail'dir o sudadır 124 min taxta vurubdur. Necə Peyğəmbərin 124 mindən nədir? Deməli ol ki, hər Peyğəmbərin adına bir taxta vurub. Bəli. 124 min taxta vurubdur. 40 il çəkib o kəşdini qurubdur. Tamamı yetirməsi. İçərisini 3 mərtəbəyə hörübdur. Yadullahım Cəbraildir ustad. Aşıq Ələskər deməli nəsiblə ki bir yerdə olur. Aşıq Ələskər neçə il sənətkarı ola bu aşıq nəsibdən ya şair nəsib deyək, bundan bir balaca üşənir. Bu muamma deyir, bu açanda bir balaca üşənir. Vəli Allah'a çox şükür, siz 5-ci meydanacan gəlib çıxmışsınız. Demək olar 27 qatar hərəz bir-birizə şeir oxumuşsunuz. İndi nə oldu sənki dostlar? İndi bundan istəsən nə vaxtda xəbər alasan, bu tamaşaçılarımızın xidmətində. Mən də açığın deyim də deməklə olmaz ki, soruşub görsün də mənə soruşuram da. Havaz nəmən olur? Havamız feylən istirik divanı məyiz. Gözəldir, gözəldir, xalqımızın sevincidir. Usta bir dəqiqə səninlə müsual etdim. Əgər sözlərin ilə qabaqçılar kimin olsa iş başlamasan yaxşıdır. Olmasa yığışdıraq da. Hak yığışdıracaqsan, gecə-gecə var demişəm. Ayam eğitim mən qarşısına... Mən qudrətli söz xəbər al. Mən elə qudrətli söz soruşuram. Müntahımı sən istəyirsən ki, görürsən bəzi adam görürsən 30 sinni var, 40 sinni var, evlənməyib. Özü də deyəndə baba sən niyə evlənmirsən? Mümkündür mən bir işgalı var ki, deyil. Ürəyimə heç kim yatmır. Niyə bu məmləkədə sən ürəyimə bir 100 milyon içində yəni bir nəfər sənin ürəyə bu yatır. Sən də demək də, sənin sözlərin düldürdür, cövhərdir, ləldir, mərcandır. Mən deyən sözlər heç daddır. Onların bir-bir atasının, anasının, evladının nəsli səndən xəbər alacaq. Hələ üçün meydanı divalıdır ki, biri qonaqlıq yaxşı olar, biri səndə, biri bizdə. İndi meydan sənindir. Xəbər al. Xilqəti Pərverdigarı mütealda köhnə mənə yaradıb, neyniyib, nə işlərdən deyib. Peyğəmbər görən işlərdən. Bunlardan soruşacağım da mən nə mənədən Soruş gəlsin. Ayaq deyirlər, səsilə qayıb
senden medet ya Ali feryad resul. Alemleri halk eyleyip vahid Allah güzeldir. Alemleri halk eyleyip vahid Allah güzeldir. Şielerin pişvası Resulullah güzeldir. Abele beşeriyet aleminde yaradıptır bir veli. Şah Merdan Mürtezadır, Veliyullah güzeldir. Havele Şah Merdan Mürtezadır. Alemleri halk eyleyip vahid Allah güzeldir. Küllü kainatı yoktan halk eyleyip. Şiələrin pişivası Resulullah güzeldir. Allah Teala insan yaradır. Adem'den beri Hatamul Enbiya Muhammed el-Mustafa'nı pişivayı İslam gönderir. Ve onun şənində de bir kitap gönderir. Şiələrin pişivası Resulullah güzeldir. Bəşəriyyət aləmində yaradıbdır bir vəli Şah Merdan Murtezadır. Veliyullah güzeldir. Yaxşı gəldi, aşkıyadırlar. Bu şeirə rədif müqabil muamma deyərlər ki, rədifində görə tapılsın. Bu muamma deyil, baxıram. Bu bir divandır, deyirsən ki, mənə bu şeirimdə bir qafiyəli bu tür bir şeirdir. Bəli, bəli. Onu bil ki, bunları 114 qatar yazmışam gedibdir. Aslan 1000 qatar yazmışam. 999 ismin hamısını divanın yazmışam. Birinə icazə vermirlər, inşallah o da Bir məsələ var. Aşıq Hüseyin Bozalqanlının haqqı arada itib. Usta bilirsən niyə? Bəli. Aşıq Ələskər Göyçəli ilə bu değişmə meydanında bu Ələskər buna meydan vermədi. 7 meydan Hüseynindən meydan sözü soruşdu, Hüseynə meydan vermədi. Hüseynin bir şeiri gözəldir. Ələskər deyir ki, dedim könlük məşqin camını içsəm bu gen dünyadar olacaqdır. Ya dost olma, ya zəhmətə dözgünən dost yolunda buran qar olacaqdır. Hüseynin sözündə qudrətə bax. Dedim könül uyma şeytan felinə, fitnə şəmadəti şər olacaqdır. Bu dünya bir bağdır, bağbanı iblis alması heyvasınar olacaqdır. Ələskərinə bunun sözünün yerinlə göycan fasiləsi vardır. Neylim ki, onun haqqı itibdir. İndi qoy görək, bu sözə cavab Aşıq Sirus nə mənə deyəcəkdir bu məclisdə? Bu eşidənlərimiz bunu tamaşa edəcək. Bəs bunlar İnşallah deyər, deməli. Mən cavab vereyim. Məratib, iki söz var bir məsələ ki, mən bir söz deyəndə deyir ki, bunlar bir şey deyil. Hocam indi bana nə deyəcəkdir? İnşallah buna deyəcək. Qulaq as. Tamaşaçılar özü Sözlərə cavab vereyim, Allah yerlərə gedəcək, bunlar elə bizə deyirlər. İnşallah yerlərə gedəcək. Bala-baladan Nərdivanı, Birləşanı bir... Hə, indi mən deyənə gəldim, indi mən deyənə gəldim. Qulaq as. Gəlsin. Məhəmməd ərşüzündən yerdi, ya əl-fəryad eləsin.
Habelə şükür eylirəm xilqətıma, qadir Allah gözəldir. İbtidai hər işlərə ol bismillah gözəldir. Habelə Nəcəf Şah-ı Mürtəzada qılışı vurdu vəntərə. Zülfiqarda olan ismi ol Seyfullah gözəldir, ol Seyfullah gözəldir. Habelə Zülfiqarda olan ismi ay aman Seyfullah gözəldir. Şükür eylirəm xilqətıva, qadir Allah gözəldir. İbtidai hər işlərə ol bismillah gözəldir. Nəcəf Şahı Mürtəzada qılış vurdu əntərə. Zülfüqarda olan ismi ol Seyfullah gözəldir. Əlam, əhsən. Peyğəmbər mindi burağı getdi ərşə alaya. Şanına yazılmışdı neçə min kəlmə ayə. 70.000 mələkə odun düzülmüşdü səmaya. Ali səsi gələn məva, o Beytullah gözəl əhsən. Məhəmməd əl-Mustafa da getdi ərşi əlaya, bu dünyanın müxaffifin döşəldi də səmaya. Orada 40.000 mənzil vardı, gedir alı əbaya. Mənzillərə işıq salan Rəsulallah gözəl. Mən bilmirəm. Pillə gələcəyim ara gedəcəm. Gəl cinəm. Mən bilmirəm bu nədəndir ki, mənim bu navarlara baxsaz hamısında. Düzdür. Bir yerdə mən bir şeir yazmışam. Orada şərh verirəm ki, Nəbim Muhamməddir, kitabın Quran. Aşqiyadullahım yazıram divan. Nəbim Muhamməddir, kitabın Quran. Dəftərə də vardı o sahib zaman. Şah Əməldən Murtəzaya ərzim. Mən belə şey yazmışam. Bu sirisindən mən pəncə-pəncəyə qoyandan Əs-Səriyyəm, mənim şeylərim Moğla ilə gəlir bununçılar Muhammed əl-Mustafa ilə. Axı, Mustafa, bunlar ikisi birdir. Elə bir misal deyim, gözəldir. Peyğəmbər gün mənbədə buyurdu ki, Tuğba ağacı mənim evimdə. Sonra buyurdu, Əlinin evində. Bir dəfər ərəb çıxdı, naşi, dedi, ya Rəsulallah, axı buyurursan mənim evimdədir. Sonra buyurursan Əlinin evindədir. Dedi, bədbəxt Əlinə mənim evim birdir də. Fərqi yoxdur ki. Bunlar ikisi birdir. Allaha çox şükür ki, bu söz buradan başlanır. Buradan da mən baxıram, elə bu tamaşaçılar da buradan baxırlar. Valla sizin bu değişməzə mən özüm mat qalmışam. Bilmirəm necə olacaq, inşallah ki, yaxşı olar. Siniz mənə deyil, niyə gülürsən? Babam, mən bə gülməyir. Hazır cavablıqdır da, bu özü gülünər. Mən səndən qorxmuram gülürəm. Oxsan bəngim sana. Mən sənin gülməyini qəlağan deyiləmirəm ki. Bilirsən, gülməyi sənə mən qəlağan deyiləmirəm. Sən ürəyin döyünür bak. Yox, ürək döyünür. Yaransan özün. 50 il belə deyəsən, divan tənlisin, amma hamısı almadan. Mən görəm da, mənim sıfatından sən özündən qoy. Ürəyin beləyik, bak tır. Sonuç gəlsin. Tır. Olsun, inşallah görürsən, meydanın sonunda. Ha, götürüp görən oluş olmasından deyiləm. Sonuç gəlsin. Tam geldi, gördü Ali Muhammed, aldı şiiri, nuş eyledi, orada Hatem-ül Ahmed. Habereni da geldi, Cebrail'den, ama bu
mabus oldu o nimet neyim hem ümmete halayıga ol varullah güzeldir habele hem ümmete Tam geldi, gördü Ali Muhammed. Tam gelende Peygamber Eşrem gördü. Aldı şiirini şeyledi, orada Hatemul Ahmet. Nida geldi Cebrail'den, mebus oldu o nimet. Hem ümmete halayıga ol varullah güzeldir. Əllərin arıması gözəl cavab yazılıbdır, gözəl deyilibdir. İnşallah. Bir gün olar görərsən ki, bunu səndən bir ayrı qafiyədə səndən xəbər aldılar. Məsələ deyil, səndən Bir sonra... gün olar mən bilirəm, bunları görürsən ki, amadə eləmişəm. Qulaq as, Bəli. sözünə cavab verir. Bəs gedəlim, söz yazsan ki... Rəfi getdi, mələkələr gördülər, səlavatı zikr etdilər, həm mübarək dedilər. Belə məscid-i Əqsada orada ənbiyalar gəldilər. Məhəmmədə səlam verən Xəlilullah gözəldir, gözəldir. Belə Məhəmmədə səlam verən ay aman Halilullah gözəldir. Deyir, Cəbrail rəfrəfi getdi, mələkələr gördülər. Səlavatı zikr etdilər, həm mübarək dedilər İslamı. Məscid-i Əqsada orada ənbiyalar gəldilər, namaz qılmağa gəldilər. Məhəmmədə səlam verən Xəlilullah gözəl. Ustad, mənə sual olur, o biri bərnamədə də bir rəfrəf işlətmişsiniz. Mən xahiş edərdim Aşıq Sirustan, bu rəfrəf hansı göydə gəldi, onu bu hörmətli tamaşaçılarımıza bir... Bəli, onu mən deyim, yaxşı oldu, Laşiyadullah da örgənsin, qəlbinə gəlir, gəlir. O bilir, o demişəm gedib. O su. Çoxdan demişəm. Burada sənə qazanır. Bilirsən ya yox. Bəlkə bir dana müəmma yazmışsan. Varsan mən deyim. Yox, özümcə bax, məndən sorur. Məndən yox. Bəs Qur'anda Surə-i Əsra yazısı ilə Əllami Təba-Təbayı cildi 18-də bunu təfsir edib. 7-ci göyəcən Buraq gedibdi, 7-ci göydə Cəbrail rəhbər getdi. O bir dana behiştin heyvanıdırlar, ikisi də behiştin heyvanıdırlar. Allah Teala'dan əmri budur ki, Həzrət Məhəmmədi ərşə bundan bu yana rəfkət getsin, Cəbrail özü də gəlməsin. Əlləriniz ağrımasın. O bir dana heyvandır ki, Allah Teala yaradıb, tamam ərş-i əlayın har yerinə bələddir, ondan ötürü gəlir. Bəli, hətta deyirsən ki, Aşiyadullah dövcəşdi, Peyğəmbər buyurur Cəbrailə, sən gəlmirsən, Cəbrail ərz eləyir ki, məbudur, mənim buradan bu yana getməyə haqqım yoxdur daha. Mən qalmalıyam, sən özün getməlisən. İndi ustad bayaq bir Tuğba adından söhbət elədi.
La havle ve la kuvvete illa billah deyildi. 7 rəhdə taam gəldi, yaqut üstə yeyildi. Tub ağacı 10 rəsula şəzdə qıldı, əyildi. Rəsul gördü bağadan da Safiyullah gözəldi. Həzrət Məhəmməd iki seyri taam gəlib və Bəli. bir ərşə varid olanda, bir behişdə varid olanda. Bəli. Hərəsindən buna bir Allah Teala'dan vergi verildi ki, dünyanın üzündə gördü. Mən birini deyirəm, Bəli. Suağı Cənnət əl-Mavidə olubdu ki, Fatimənin sələbi bir xurmadan bunun nəslinə gəldi. Yer aləmində Fatimə dünyaya gələndə Xədicəyə bu dedi ki, bir təravət gəldi, mənə çox aşinadır. Bəli. Cəbrail nazil oldu, dedi, ya Rəsulallah, behişdəki bir xurma yedin, həmən təravat olacaq, vaxtı gördü hənuzdur. 2 yerdə təam eləyib, biri 3 qabda olub, biri 7 qabda olubdur. Amma qulaq cavabını verir. Nəhl-i Saddan Rəsulallah aldı bir an dəstəmaz. Vəhiy gəldi, ya Məhəmməd, ol müqəddəm, peşnamaz. İmaməti əda eylə o cəmidə qıl namaz, xətmi namaz, gələn mürsəl, Kəlimullah gözəl. Əhsən, əhsən. Ay Aşq Hüseyin Sahib, bu bilirsən niyə mənim qabağımda dayanıb? Bəli.